Hazır başlayayım. Deməli dostlar, uzun müddətdir ki, video, vlog zat çəkmirdi. Bu günləri sizlərlə bir yerdə, bir də yuxarını çək. Bu günləri sizlərlə bir yerdə deməli bir dənə sifarişimiz var. Xırdalana 50 düyüm 127 ekran. Berlini göstərəcəm. Biraz çox fırlandım dükanda. Bax 50 düyüm 127 ekran budur. Double gedir adı. Və bundan sonra mən inşallah sizlər üçün belə videolar çəkib paylaşacağam. Bu double odur ki, ekranında antiudar zaşita var. Yəni ki, uşaq buna belə deyək də pult atanda gördüyünüz kimi zavadskoy zaşita ilədir. Bax bunun qiyməti, nağd qiyməti 659 manatadır. Bunun böyük ölçüsü də var, 140 ekran. Balaca ölçüləri də var. İndi gəl bir dənə zəhmət olmasa, biz bunu sizlərlə bir yerdə, kanalımıza da zəhmət olmasa abunə olun, videonu bəyənin, paylaşın ki, daha çox insan qarşısına çıxaq. Həmçinin bizim YouTube'da, ondan sonra TikTok'da da hesablarımız var. Takip eləyin bizi. Deməli bir yerdə nə edirik? Çıxırıq ilk öncə xırdalana gedən sifarişi hazırlamaq üçün. Çıxırıq ilk öncə 50 düyüm 127 ekran televizorumuzu yuxarıdan götürürük. Gəl. Dostlar Yusif'dir bu da. Tanış olun Yusif'lə. Ya Allah. Silim yoxdur, hə? Hə. Televizorumuzu dostlar bizdə bundan başqa bir dənə LG Samsungları çək. Bax LG'dir, Samsungdur. Modellər hamısı var. Bax bunlar yeni modellərdir. Görürsüz 50 düyümün yeni modelləri. Başından ehtiyatlı ol, çırparsan dəmirə. Gəl. Baxın, bu 50 düyüm 127 ekran double'dur. Ağırlığı da çox ağırdır. Ya bunu məsələn üçün tək qaldırıb harasa daşımaq biraz çətindir. Bunu qoyuruq bura 1000. Birinci vlogumuz olduğuna görə biraz yəqin ki başa düşərsiniz də. Hər hansı bir çatışmamazlıqlar olsa nəzərə alın. Pataryonları da çəkəcəm. Bütün məhsullar və pataryonlar da var. Bütün məhsulları dostlar çəkib sizlərlə paylaşacağım indi. Televizoru sifariş gələndən sonra düşürdürük. Gəlirik buradan nə edirik? YouTube'a vlog çəkirəm, düşmək istəyirsiniz? Sən çək istəyirsən düşsün. Salam verin. YouTube'da ay yaşa. Deməli, baxın, 50 düyümü vitrində mən sizə göstərmişdim, dostlar. İndi isə bunu, bax o qardaşı çək, başı saçdı. O Sədərəydə dostlar, bax mənə çəkirdi, o Starsatın videosu var, bir yerdə çəkmişdi. Deyəsən, sən ay yaşa. Deməli, açanda salafandan bax 2 dənə pultu ayaqları çıxır bu formada. Bunun buradan dostlar 2 dənə batareykası çıxır təzə modellərində. Açırıq bunu. Bu məhsul gedir inşallah xırdalana. Onu da qeyd edeyim. Xırdalan ərazisinə. Deməli, bunu bura keçirdirəm. Bunu da keçirdirəm bura. Düzdürmü? Bağladıq. Pultumuz hazır. İndi. Hop, mikrofonumuz da gördü. Telefon kimindir burada? Bir şey olmaz. Sənindir. Biraz bu yana eləyim, heç nə olmaz. Baxın, çıxartdıq dostlar. Bunun ekranında baxın. Biraz yaxınlanca mikrofonu yaxınlaşdırım. Görürsəniz zaşitası var. Ya Allah. Açaq buradan bunu. Biraz uzun olur. Dostlar zaten YouTube üçün çəkilir deyə. Normaldır uzun olmağı. Açırıq bunu buradan. Belə videolar xoşunuza gəlsə, elektronika ilə bağlı mən sizlər üçün videolar çəkib paylaşa bilərəm. Yəni, prosto əslində bu fevral ayı boşluqdur deyə belə boş vaxtım var sizlə vlog çəkirəm. Normalda yəni belə. Bu qardaş Göyçaydandır. Adı Bəhramdır. Sualtı şahmat üzrə dünyada ikinci yerdədir hal-hazırda. Bu qardaş da at yarışlarına görə sayılıb seçilir. Bu da bizim bir dost. Bu Kitaydan gəlib ya bu arada. Özü hə var. Danış. Əla. Bu qardaş yəni sualtı şahmatlı zaddır. Bunlar öz yerində Roma güləşi zad. Bu zavodunda bax deyir ki, hər şey yaxşıdır, ekran mükəmməldir. Bu televizorun mütəxəssisimizdə indi Azərbaycan dilini bilirsiniz. Hə, bax bu televizor
İndi mən üzr istəyirəm, qoy bunu çıxardım. Bilmək istəyərdim ki, siz gələn mütəxəssis olaraq Tayland idi, yoxsa Kitay idi? Kitaya. Kitay. Hə, nəysə. Qoy bunu əvvələm də ged otur orada. Nəysə. Aktivləşdiririk. Çək ekranı çək. Bu qardaşımız da şeydəndir. YouTube'dur. Salam ver bir dənə. Həsən dadı bu qardaşındır. Deməli, flash kartı taxırıq bura. Flash kartımızı. Cəbinin arxasını da çək. Dədə. Bax, bu Crunchdain asmağa yerləri də var. Bu flash kartla mən buna indi bəzi proqramlar var ki, onları yazacağam. Daxili crossness rəqəmsalı var. Qalınlığı da normaldır. Bax, bu formadadır. Ekranında da, bax, pult birdən qırılar. Ona görə, yoxsa ekran qırılmaz. Vallahi billah pulta görə narahatam. Aktivləşdirdikdən sonra, bax, Azərbaycan dilimizi seçdik. İnternetimizi quraşdırırıq. Deməli, start saat yazırıq. 0, 51, 643 bunları yazırıq hamısını. Hə, qoşduq. Qoşandan sonra deməli, əziz dostlar, qardaşlar, menyumuz açılsın. Pultu da tanıtmışam. Pultun da bu pultun mənə sual verirlər ki, deyirlər ki, deməli, bununla bu iki pultun nə işə yarayır? Qardaş, bu iki pult, biri sadə pultdur, standart. Biri də bax YouTube var, sonra bax mouse işarəsi var. Bax gördüyünüz kimi. Mouse'u bir dənə göstər, gördün? Android versiyası televizorun 16-dır. 4K görüntü keyfiyyətini tam rahat şəkildə dəstəkləyir. İndi mən buna YouTube'un yazıram, dostlar. YouTube'u da buradadır. Yəni mən bunun yenilənmiş formasını yazacağam inşallah. Tam rahat şəkildə işləyəcək. 50 düyüm, 127 ekran, çək bir dənə zəhmət olmasa. Rəsmi yazılı bir zəmanəti var. Double temperate glass. Yəni ki, o deməkdir ki, bunun ekranında, burasına da yazılıb temperate glass. Bu Zavadskoy belə deyək dostlar. Zavadskoy sonradan qoşulma deyil ha. Zavadskoy bunun ekranında belə deyək. Şüşə qoruyucu var. Yəni ki, sifarişlərinizi də verə bilərsiniz. Yəni kim neçə dənə say istəsə 8 dəqiqədə videoda gedir. Ümidvaram bizim bu əziyyətimizi dəyərləndirərsiniz. Kim də istəsə buyurub dükanımıza da gələ bilər. Problem deyil. Buyursun gəlsin, qonağımız olsun. Bu proqramlar təminatı mənbəsi üçün bu brauzer biraz xatalı brauzerdir. Lazım deyil bizə. Oradan ləğv eləyirəm. Menyuda yaddaşda qalır. Kim istəsə istifadə eləyə bilər. Söz yox. Deməli, mən proqramlarımızı menyuya vururam. YouTube'dur, ondan sonra kanaldır. Bir saniyə. Hə, YouTube'umuzu da çəkirik bura. Bir dənə çavam. Nətər eləyək? Heç nə. Videonu bir dənə dostlar saxlayaq. Mən bunu qeydiyyatdan keçirdim. Sonra təzədəndən başladaq. Yaxşımı? Deməli dostlar, YouTube'umuzu da quraşdırdıq. Mən burada qonaq kimi açmır deyə məcbur belə deyək, öz hesabımı yazdım ki, problem yaranmasın, işləsin, YouTube açsın. Məsələn üçün bunu qoyaq bir dənə yüngül səsin yoxdur. İnternet çox zəifdir. Nəsə. İndi deməli növbəti prosesdə bir dənə də belə bir şey eləyim, müştəri rahatçılığına görə biz bütün hər bir şeyi yeniləyirik dostlar. Burada bir dənə prosto deməli 24 saat formatında qoyaq saatı çox adam PM ilə idi. Onu da düzəldi 15:31-də saat. Söndürürəm deməli dostlar televizoru. Növbəti prosesdə bunu yığaq, sonra qarantiyasını yazacağam. İnşallah flash kartı çıxardıram. Bunu da buradan çıxardıram. Bunu bu arada mən sizə belə bir şey deyim. Burada mən yoxlayıram televizoru. Sonra təhvil verəndən sonra ki, məsələn üçün sürücüyə aparsın ünvana. Ki, bu ünvanda da müştəriyə yoxlayıb təhvil verir. Üzərində dostlar baxın. Divardan asmaq üçün TV askısı hədiyyədir. Özə möhkəm TV askıdır ya, baxın. TV askı budur. TV askı hədiyyədir. 7 illik TV askıdır ki, burada. İndi bilmirəm də siz bəlkə 5 ildən sonra televizor alatsınız. Mənlə bu videonu görüb. TV askı dostlar, bax gördüyünüz kimi QR kodlandır. Necə ustanovka eləmək lazımdır, var üstündə videosu. Sonra baxın, qarantiyasını yazacağam. Üstündə bu həftənin hədiyyəsi mikserdir. Üzərində mikser hədiyyə verəcəm müştəriyə. Crunchdain'i verəcəm. Başqa bir dənə gizli hədiyyəmiz var. Yorumlarda yazın.
Görə kim düz biləcək. Televizorun daxilində başqa bir dənə hədiyyə yazmışam. Zəmanətin yazacağım. Dostlar, rəsmi zəmanəti 1 ildir. Bizdə bu arada deməli kredit tək şəxsiyyət vəsiqəsi ilə yaş limiti 20 yaşdan yuxarı olan şəxslərə, 20 yaşdan yuxarı 70 yaşa qədər. Ən əsası adınıza gecikmə olmasın. Sənəd olaraq dediyim kimi təkcə şəxsiyyət vəsiqəsi tələb olunur. Bir də rəsmi gəliriniz yaxud pensiyanız varsa 3 aydan 24 aya qədər kredit, rəsmi gəlir yaxud pensiyanız yoxdursa 3 aydan 12 aya qədər bizdən kredit əldə edə bilərsiniz. Bir də ki bizim təzəlicən bir kampaniyamız olacaq. Rəsmi gəliri yaxud pensiyası olan şəxslərə indi al, 2 ay sonra ödə. Çəkiliş edir yoxsa? Əla, çək. Bunun salafanını keçirdirəm. Bir saniyə. Bunun salafanını keçirdəndən sonra qoyaq qutusuna. Deməli, bunu keçirdik. Televizorunuz çox ağırdır ya. Bu arada da bilmirəm nə qədər videodan hiss olunur. Zəng gəlir şama. Aç danış. Ver mənə telefonu. Narahat olma, zəng gəlirsə aç danış. Bunu buradan çıxardaq. Dostlar, ya da belə eləyək. Mən baxın, bura qədərini çəkdim. Hazırladım televizoru. Crunch-D indi üzərində, Mixed üzərində. Yerdə qaldı nə? Zəmanətin yazıb daxilinə qoyuruq pakovkanın. Pakovka eləyirik. 2 dənə pultu var. 4K-dır gördüyünüz kimi. Smart 4K Ultra HD LED TV. Smart-a aid hər bir şey var. Yəni uzun uzadı sözə ehtiyac yoxdur. Bax bunun qiyməti 659 manatadır. Zaşitalı model. 659 manata deməli zaşitalı model 127 ekran. 759 manata zaşitalı model 140 ekran. Gəl yaxına gəl. Bu arada bütün ölçüləri var. Bizdə böyük ölçülər də var. Zaşita 140 ekrana qədərdir sadəcə. Daxilində YouTube, Netflix, hər bir şeyi var. Neyinirsiniz? Kanalımıza abunə olursunuz. İlk öncə videomuzu bəyənirsiniz. Yorum yazırsınız. Kim də ünvanımıza gəlmək istəyirsə bizim səhifələrimiz Instagramda, TikTokda izləyə bilərsiniz. Əlaqə saxlayın, konum göndərək. Buyurun gəlin.